valideynlər elə düşünürlər ki, süd dişi düşəcək, altından təzə daimi diş gələcək. Bu düz bir məlumatdır, bəli, amma hər zaman belə olmur. Çünki 6 yaşdan etibarən çənin arxa bucağında 6 yaş dişi dediyimiz daimi dişlər çıxmağa başlayır. Yəni bu dişin üstündə diş olmur. Daimi diş olaraq tək başına çıxmağa başlayır yuxarı. Və çox vaxt bu dişlər çürümüş halda bizə gəlirlər və bilinmir ki, bu daimi dişdirmi, süd dişidirmi. Bir çox valideyn də bu duruma şaşırır. Və bu dişlərin müalicəsi də digər dişlərə nəzərən daha çətindir. Niyə? Çünki dişin hələ böyümə və inkişafı davam edir, kök formalaşmayıb və bu diş çürüyüb və ağrı verməyə başlayır. Necə müalicə edəcək? Əlbəttə ki, bu dişləri çəkmirik. Onların xüsusi bir müalicə metodu var. Yenə də vaxtında müalicə olunduğunda əlbəttə ki, həkimə. O dişləri bir şəkildə ağızda saxlamağa çalışırıq. Yəni sözüm nəyə ki, hər daimi diş üstə süd dişi olacaq deyə bir şey yoxdur. O 6 nömrəli dişlər tək başına çıxmağa başlayır. Ona görə 6 yaşdan etibarən diqqət edin. O dişləri yaxşı-yaxşı təmizləyin, fırçalayın ki, o dişlər çürüməsin. Çünki ömür boyu ağızda olacaq dişlərdir.